Axşamınız xeyir olsun, salam müəlliminizi. Futbolçularımı təbrik edirəm. Ümumiyyətcə çox yaxşı mübarizə oldu meydanda, yaxşı dinamik oldu meydanda. Çox vacib oyun idi bizim üçün. Çox vacib oyun idi və qarşımızda çox istəkli, çox bizi yaxşı analiz edən bir kollektiv var idi və sona kimi, yəni siz də şahid oldunuz ki, təslim olmadılar. Bizə heç rahat oynamağa, belə deyək, yəni bir imkan vermədilər. Mən belə düşünürəm ki, maraqlı bir oyun oldu Azərbaycan üçün və Rəşada komandasına uğurlar arzulayıram. Və Azərbaycan hər komanda Azərbaycan'a təşəkkür edirəm ki, belə bir şəhərdən kənarda olsa da bu stadion gəlib daima bizləri dəstəkləyirlər burada. Belə. Buyurun, sualları keselim. Buyurun. Təbii ki, Qarabağ. Uzun illərdir belə bir fikir var ki, Qarabağ Avropa kubokları iştirakını dayandırdıqdan sonra yerli bir turnirlərə, daxili turnirlərə daha yaxşı fokuslanır və daha çox qarşısı alınmaz olur. Yəni bir Qarabağ başına istəyirsiniz, siz özünüz bu fərqi istəyirsiniz. %100 istərsiniz, biraz Avropa oyunları olmayanda daha sərbəst olursan, daha vaxtın çox olur hazırlaşmağa, amma əfsuslar olsun ki, hələ öz optimal formamızdan biraz uzağıq, belə deyək, tam özümüzə gəlməmişik hələ. Bəzi futbolçuların istərsiniz performansında hələ ki, biraz çatışmazlıqlar var. Ümumən mən belə son oyundan sonra da fikirlərini bildirdim ki, komanda biraz çox yoruldu. Bu indiki Çempionlar Liqasında hər oyun demək olar ki, həddindən çox enerji, həddindən çox psixoloji olaraq çox yorğun oldu komanda. Çox gərgin bir sezon keçdi. Yəni ümumən belə baxsaq 14 oyun. Yəni hər oyundan sonra, hər oyundan əvvəl o stres, o hazırlıq, o məsuliyyət istərsən futbolçular çox yükləndilər həddindən artıq. Hətta özüm daxil olaraq, özümü də kənarda qoymayım. Ümumən belə yavaş-yavaş qarşıdakı oyunlara inanıram ki, daha yaxşı köklənəcəklər. Amma qarşıda hələ yenə də bir sıx qrafikə girəcəyik. Bu kubok oyunları başlarından sonra, böyük ehtimal milli komandadan sonra yenə hər 3 gündən, 4 gündən bir oyunlar, demək olar ki, yenə bir ay yarım, bir ay yenə o yükləmədə olacaq. İnşallah xeyirlisi yenə də çalışacaq ki, komandanın futbolçuları tam hazır etməyə ki, belə bir sıx qrafikə uyğunlaşsınlar. Ümumən belə var belə bir düşüncə ki, Avropa oyunları olmayanda daha yaxşı fokuslana bilsin hər oyuna və hər məşqə. Oyunun gedişatında olan rotasiya idi. Belə gözləyirdik ki, ola bilər hansı bir əvvəlcədən oyunculara bildirmişdi ki, ola bilər oyun gedişatında hansı bir rotasiya ilə yer dəyişmə eləyək və belə ümumiyyətcə həm solda, həm sağdan da ortada oynamağa bacarıq qabiliyyəti onda var. Belə bugün çox yaxşı təsir bağışladı və biz məşqlərdə də bundan istifadə eləyirdik. Bəzi oyunlar olub yenə də biraz düzdür, nadir hallarda olub belə istifadə eləmişəm, amma bugün daha çox istifadə elədik və qarşıda ola bilər belə, yəni rəqibin oyununa uyğun, belə deyək də, adımlar atacağıq. Buyurun. Sizə Turanın milliyyət çağırılmasını nələrdə gözləyirsiniz? Olmayanda necə aparılan perspektiv nələrdə yazsarsınız? Yəni qabiliyyətli futbolçudur. Yəni Turan ümumiyyətcə, onun sürəti, onun topla davranışı, onun idman xarakteri ona imkan verə bilər ki, daha böyük futbolçu olsun və daha böyük turnirlərdə iştirak eləsin. Və sevinərik biz buna ancaq, amma görək qarşıları nə qərarlar verəcəklər. Buyurun. Qrafikdən danışdınız, aprel ayında 17-si sabahlar alıyorsunuz, 20-si sabahlar alıyorsunuz, 24-si nefsi təzdən olsun. Bu belə qrafikin olmasına da üzülmüşsünüz. Həm də nefsin oyunda bir oyun oynayıb, yenə oynayacaqsınız. Elə salınlarda təxəs alınmış olur. Ümumiyyətcə, bu iki oyun da belə kubok çempionat oynamaq heç xoş deyil, düzün desəm. Bəzən azərkeşlər üçün də bir oyunu oynayıb, biraz pauz edib, sonra onlar da hazırlaşırlar, oyuna daha maraqlı olar. Amma yəqin
sıx qrafikdir deyə, yəni boş yer, boş güllə tapa bilmirdilər, ona görə belə addım atıblar. Edəcək bir şey yox. Yəni yenə də çalışmalıyıq ki, hər iki komanda üçün eyni situasiya olacaq. Ona görə mən də istəyərdim ki, biraz arada fərq olsun, sonra yenidən görüşməyə, yenidən hazırlaşmaq komandaya qarşı daha rahat olur belə Gürcü komandalara qarşı. Hər bir halda yəni hər komanda üçün eynidir, ona görə deyəcək bir şey yox. Buyurun. Chris Kouakou belə deyək, görsənmədən getdi. Qarabağda heç cürə futbol dərəsini tutdura bilmədi. Bunun səbəbi nə idi? Çox istəkli idi, amma hiss olunur ki, sanki Qarabağda olan orta xətt oyuncuların səviyyəsindən biraz aşağı. Biraz yəni düzün desəm, özü çox belə intizamlı, yəni futbolçuydu, məşqdə, yəni oyunda da görmüsünüz belə. Sadəcə özü də daha çox oynamaq istəyirdi. Oynama dəqiqələri çox az idi. Mən də onu bir məşqçi olaraq başa düşərək mənə deyəndə mən də yox demədim. Ona görə biraz alınmadı. Onda da alınmadı, bizdə də alınmadı. Amma ümumən belə hansı ki, həm də indidən sonra biraz oyunların sayı az olacaq. Ona görə biraz bir o qədər də belə deyək də ehtiyac görmədik ki, onu da qarşısını kəsək. Buyurun. Bu 20 ildə Portuqaliyalı məşqçinin təyin olunmasına bağlı kişilərdə rəvayət edin. Siz də bu qərarı qarşı olun. Xeyirli olsun. Yəni, qərarı qarşılayacaq belə bir şey yox. Yəni, müzakirə olunan bir məsələ idi. Hazırlıq gedirdi zaten. Xeyirli olsun, uğurlu olsun. Deyəcək bir şey yox. Buyurun. Yaxşı formadadılar hər ikisi. Onların seçim eləyəndə tutulduğunu düşünürsünüz və yaxud da gələcəkdə hər hansı bir mövqe dəyişikliyi gözləyə bilər, yox onların ikisindən. Yəni, onlar ikisi də meydanda olan vaxtlar çox olub. Yəni, son bir neçə oyunda Yankoviç neçə oyun, 3 oyun səhvimiz dalbada oynadı. İstərsiniz hansısa bir yorumçuluq ola bilər, amma qoy onlar formada olsunlar. Mən fikirləşim ki, kim oynadıq və necə eləyək onu, inşallah. Mən özlərimi götürərəm. Buyurun. Sizə Qalatasarayda bağlı sual verdim. Sizin adınızı Liverpool'da baş vermişler ve elde bir sıfır kadar kazandı. Bize düşünürsünüz bu kadar İnanımız böyükdür əlbəttə ki. Ümumiyyətlə o stadionda oynamaq isə asan deyil. Amma biz Qalatasaraya bol azarkeşlik eləyirik, bol uğurlar arzulayırıq və dualarımız Qalatasarayla inşallah ümid eləyirik ki, keçər. Və Qalatasaray da hal-hazırda çox yaxşı idman formasındadır və yaxşı xarakterli bir kollektiv var və təslim olmağı xoşlayan bir kollektiv, komanda deyil. Və belə ümidlə inşallah oyunu gözləyirik və qalibiyyət naram ki, Qalatasarayın olar. Olan Çempionlar Liqasının açıldı, bu mövsüm çox uğurlu çıxış elədi. Qarabağ təbii ki, burada birinci sizin altınız var idi. Bunu çox vermişik sual, maraqlıdır. Bəlkə deməzsiniz, amma bəlkə də deyərsiniz. Təkliflər gəlirmi sizə, yəni bu mövsüm Çempionlar Liqasındakı uğurlu çıxışdan sonra? Biz burada Bakıdayıq da, elə Bakılıyıq biz, buradayıq ələk. Buyurun. Mənim ki, talihimiz özəlimizdə şəxsi olmasa da sabah və nəticələrini əsasında nəzələr real sarsız, hansı bir bildirəməsinə ki, siz onu belə deyək, çatasızlıqla keçəsiniz? Yəni bu dəqiqə çox istəkli bir sabah var və çox özündən xas, çox yaxşı bir oyun üslubu olan bir sabah var və yaxşı bir kollektiv var, yaxşı baş məşqçilər var. Biz sonraki mübarizə aparacağıq əlbəttə ki, üstünlük onlar tərəfdədir. Amma yəni, heç kimə təslim olmayan hal-hazırda sabah var. Ona görə biraz heç də asan deyil, amma sadəcə qarşıdakı oyunlarda biz mütləq hər oyunda daha istəkli olmalıyıq, daha da ciddi olmalıyıq. Xeyirlisi, ümumiyyətlə mən heç vaxt deməmişəm ki, talihimiz mənim əlimdə və yaxud öz əlimizdədir. Həmimizin talihi Allahın əlindədir. İnşallah xeyirlisi nədirsə də o olacaq, amma biz səbəb olaraq sona kimi mübarizə aparacağıq. Sualım da var ki, sabahın demişdi, Ulas stadionunda 5 gol qazanı gözləyirik.
Yəni bugün hal-hazırdakı Sabahın istənilən komandaya yəni, o sayda qol vurmağını yəni, gözləyirik. Yəni, gözləyirəm yəni. Sırf stadion durulacaq. O dəfəkindən biraz daha yaxşı idi elə bir. Amma yəni nə qədər oyunçu yəni görürdünüzsə bəlkə də zədədən qurtardılar. Yəni o yenə də o sürüşmək, yenə də o səhv etmirəmsə xeyli sayda oldu yəni hər iki komandada. Amma bir daha göy görünürdü. Yəni mümkündür. Mümkündür ki, yəni 5 qol vurdular. Buyurun Zəfər. O zaman mən bugün Medina performansı çox aşağı göründü. Hətta qolun birində də səhv oldu. Və bu zədələnibdir və Elmayev əvəzedici komandadır. Yəni rəqabət çatışmazlığı yaşayırlar Medinada. Gözlənilirmi mövsümün sonuna qədər Elmayev əsas komandaya qaydasa? Yəni ola bilər. Biraz cəzalandırmışdı. İndi qarşıdakı günlərdə, qarşıdakı bu fasilədə baxacağıq. Buyurun. Çox sağ olun. Təşəkkürlər. Sağ olun.